Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Değerli izleyicilerimiz, deməli mən nəyə satıram? Uşaqlığımızı, gəncliyimizi, cavanlığımızı, nə də o? Hamının tanıdığı, bütün gənclərimizin burada atlanıb düşdüyü Ruslan Şadlıq Sarayını satışa çıxarmışıq. Bilirəm çoxunuz görüləcəksiniz ki, bu bizim tariximiz idi, ənənəmiz idi, nə bilim dadababamızın olduğu yurd idi. Amma biz onu Allah'ın izniyle satışa çıxarmışıq. Deməli Balakən şəhərində, Şıtalı Allah ərazidə Ruslan Şadlıq Sarayını satışa çıxarmışıq Allah'ın izniyle. Təxmini olaraq ərazisi 60 sotdur. Mən indi mümkün qədər yayın bu bir həftə çəkəcək bizim çəkilişimiz. Çünki doğrudan böyük yerdir. Ərazi böyük, qiymət az. Ərazi böyük, qiymət az. Getdik inşallah qarşı göstərməyə başlayalım. Bütün obyektlərin daxilində kondisioner var. Burada işlərinizi, pulları saymaq üçün ofis. Nə qardaş? Bura ofis kimi istifadə olunur qardaşım. Burada 5 tane əlavə kabinetlər var. Bak hamısı, bütün otaqların kondisionerləri var. Hamısı qalacaq. Kondisioneri göstər yuxarıda. 5 tane eyni belə kabinetdir. Axıradakı sanitar qovşağı mövcuddur. Getdik digər yerdə. Kiçik şənliklərin keçirilməsi üçün banket salı eyni qayda burada kondisioneri mövcuddur. Gəl qardaş. Sağda təxmini olaraq 6 dənə bisetkaları. Həmçinin sanitar qovşağı eyni qayda burada bir dənə kondisioner. Banket zalı, kiçik şənlikləri keçirilməsi üçün kondisionerləri göstər qardaş. Göstər zəhmət olmasa. Hər bir şey qalacaq. Hər bir şey. Əsas elə böyük hədiyyələr planlarımız var. Elə böyük sürprizlərimiz qabaqdadır. Getdik. 100 tondan yuxarı su basenimiz də mövcuddur. Bura Şadlıq Sarayını içərini göstərəcək axırda. Bura Şadlıq Sarayından yeməklər soyulmasın, yağış dəyməsin deyə mətbəxə gedən dəhlizi. Belə bil, təbiətin növbəli meyvə ağacları var. Ay maşallah. Şadlıq Sarayı deyil, elə bir oteldir qardaş, otel. Gəl. Burada hər bir şey qalacaq. Yeməklərin bişirilməsi üçün qəşəng mətbəxidir. İdeal hər bir şəraiti var Allah'ın izniyle. Ben əsası qardaş, de bura, zəhmət olmasa. Təxmini olaraq 600-700 kvadrat malların yığılması üçün skladdır. Soyuducusu var. De qardaşım. Bura əyin dəyişmək üçün otaq, yəni belə deyək, razıvalkası. Ən əsası burada sanuzeli. Bir dənə belə fırla qardaş. Bax, hər bir şey qalacaq. Hər bir şey, bütün təchizatlar qalacaq. Getdik. Gəl qardaş. Burada qəssabxana, yəni ətin dolanılması üçün otaq. Baxın, ideal vəziyyətdə hər bir şey, kütlər yaşar. Göstər. Burada ən sevdiyim kəlmə 60-70 dənə şişi düzürsən, mangal bölgəsi, mangal ərazisi qardaş. Bölgə neydi? Ələmin mal. Bax. Mangal bölgəsi qardaş. Belə bu son deyil. Əsas məsələyə gedirik inşallah. Burada xaş soyutma pişirmə yeri görür kimi. Bunun üzərinə 5-6 dənə qazan gedir. Burada qəşəng təbiəti. Bura ayaqolu, yəni sanitar qovşağıdır. Xanımlar və bəylər üçün addenlidir. Qabaq belə qəşəng ərazisi. Orada odun toplama yeri. Gedirik zalın içərisinə. Dört bir tərəfində kondisionerlər var, televizorlar var. Ambulanlar üçün müşahidə yeri var. Göstər qardaş. Baxın, geniş, qəşəng, super, təxmini olaraq 350-400 nəfərlik, hətta çox da ola bilər. Baxırıq, çağırmaq məsələsində necə çağırırsınız cəmaatı. Yer olmadı, yerdə oturacaqsınız palas salın. Belə böyük zalın, bir dediyiniz kimi bax, müşahidə sistemləri, çəkiliş mexanizmləri, oturma yeri və bəylə gəlinin oturması üçün yaşayan belə bir yer. Hər bir şey qalacaq qardaş. Baxın, belə kondisionerlər var. Hər bir şey qalacaq. Buranın qiymətindən bağlı zəhmət olmasa bizə əlaqə saxlayın. Səhifəmizdə nömrəmiz qeyd olunub. Bura elə fikirləşməyin ki 1 milyondur və ya 800 min, 700 min, 600 min, 500 min zat deyil. Aşağıdır, çox aşağıdır. Aleyküm selam.
Aha.